ki mən 2000 dedim, Rəhman 1000 manat dedi, mən də razı oldum da, eybi yox. Ajın biri aj. Mən səni yığanda sən mənə dedin ki, Rəhman, səni mənim qabağıma Allah çıxartdı. Nəsə mənə TikTokda son zamanlar hədiyyə atmırdılar. Mən də pul qazana bilmirdim. Elə inanırsan evin kirasının vaxtı çatırdı. Yaxşı ki, səni qabağıma Allah çıxartdı, sən mənə işə götürdün. İndi görürsünüz nə danışır canlıda. Və bunun belə şişməyinə səbəb nə oldu? Gəlin sizə ətraflı şəkildə deyim. Şişməyinə səbəb oldu ki, videolarına 100 min baxış gəlirdi. Bunu bizi bütün xəbər saytları paylaşdı. Antireklamın özü də bir reklamdır. Mən antireklam eləyərək dedim ki, qoy partlayış bir şey eləyək, hər yerdə adımız keçsin. Bunu yıxdım yuxarıdan, tutdum belə, xəbər saytları zadı bizi paylaşdı. Oşum reklam olundu. Severin canlısında 304 adam varsa, qalxdı 1500-2000-ə. Getdi axşamlar evdə canlı açdı, günə qazandı 200-300 manat. Sən fikirləşdi ki, Allah, bu Rəhman mənə 1000 manat verir, mən canlıdan günə 200 manat qazanıram. Neyinirəm Rəhman? Rəhman, baxışım sən mənlə siz zad nədir, mən birbaşa sənlə danışıram, belə sənin əyni bədir. Belə fikirləşdi məndən. Ki, onsuz canlıdan atırlar da mənə. O canlıdan atmaqlarına səbəb də mənəm, axı ölmüşdün. Da adamın nə qədər boy balaca olar, bir dəfə, iki dəfə maraqlı gələr, hədə sevərdi də, qırılda gedər. Təzə-təzə yıxıldın, Hind üçün olsa, söyüş də yazsalar, canlında bir 2000-3000 adam var idi da, ləzzət edirdi özüvədə. Sən populyarlığın xəstəsisən, ölürsən elə şeylər üçün, başa düşürsən? Hə, indi canlın qalxdı, başladılar sənə pul zad atmağa, fisyo. Rəhman oldu heç nə, Rəhman oldu heç kim. Burnundan gəlsin, filtə, gəlsin burnu deşiyindən. Burnuvun deşiyindən. Belə edir, mən hər hansısa bir oğlanla yaxın video çəksəm, məni, rayondan gələrlər məni doğrayarlar. 2 gün keçdi, üstündən gördüm Nəsiblə belə video paylaşıb, o Nəsib, belə edirəm, adını tanımıyım. Burnu belə uşaq var, zarı yandı. Nəsiblə belə video paylaşıb, sən benim aşkımsın, biz heç bir zaman səndən ayrılmayacaq. Əlim üzümdə qaldı. And olsun yaradana, əlim üzümdə qaldı. Dedim, o sevər. Ben oldu, rayondan gəlirdilər, səni doğruyurdular. Nəsə, bu, nə oldu, bu işlərin axı niyə belə oldu, ay sevər? Həri. Hoşum onunla da 1-2 gün video zat, o da aradan qalxdı, bir də gördüm ki, TikTokda videolar gəlir. Birinci belə oynayır, sonra çevrilir, arxanı belə oynadırsan. Sonra gəldi mən yaz ki, mənim videolarımı sil, sən məni tərbiyəsiz edəmsən. Deyirəm, sevər, mən silim, sən video, problem yox. Bir də əgər səhifəndəki videolarıma bax.